Çox təşəkkür edirəm, hörmətli Sahibə xanım, əziz həmkarlar. Çox mütərəqqi məqsədə malik qanun layihəsidir. Kifayət qədər mürəkkəb bir istiqamət olan müflisləşmə ilə bağlı prosesi bu sahədə münasibətlərin nizamlanması sayəsində mühüm konseptual addım kimi qiymətləndirilməlidir. Xüsusən bu sahədə uçot reyestri və uçotun aparılması sayəsində təkmilləşdirilmə, o cümlədən müvafiq müddətin qısaldılması ilə bağlı aidiyyəti müddəa çox təqdirə layiqdir. Sadəcə hörmətli həmkarlar, layihədə bir məqam var və hesab edirəm ki, bu istiqamətdə müəyyən konseptual yanaşmanın təkmilləşdirilməsinə ehtiyac duyula bilər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətinə bu barədə vergi orqanına məlumat verməlidir. Bir daha qeyd edirəm, bu maddə kifayət qədər təkmilləşdirilib. Müddət baxımından sadəcə burada bir daha deyirəm, bir məqama xüsusi diqqət yetirilməsinin mən tərəfdarıyam. Müflisləşən fiziki şəxs iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətinə məlumat verməyə həmin şəxsi biz hansı formada məcbur edə bilərik? Əgər inzibati yol nəzərdə tutulursa, dövriyyədən zədələnib çıxan şəxsə münasibətdə bu vicdanlı yanaşmaq olmaz. Ona görə də biz biznesə, motivasiya və dəstək proqramlarına daha üstünlük versək, daha faydalı olar. Yəni, elə etməliyik ki, iflas olan şəxs, burada söhbət yalnız və yalnız fizik şəxsdən gedir, bu məlumatı cəza yaxud inzibati tənbih təhdidi altında yox, hansısa real vəd qarşılığında vergi orqanlarına çatdırmaqda özü maraqlı olsun. Məsələn, həmin məlumatları zamanında verən şəxsə kredit yaxud digər məsələlərdə güzəşt imkanları yaradılsa yaxşı olar. Bu yanaşma həm də eyni zamanda möhtərəm prezidentin proseslərə humanist yanaşmasının sahibkarlığa davamlı dəstəyinin ruhuna uyğun olar, həm də iflasa uğramış sahibkarın yenidən aktiv biznesə təşviqinə gətirib çıxara bilər. Təşəkkür edirəm.